Şeyx Ənsari haqqında yazırlar ki, isti gündə dərsdən gəldi, dodağı qurumuşdu susuzluqdan. Evdəkilərə dedi ki, bir stəkan mənə sərin su gətirin. Suyu gətirənəcən dedi, fürsətli 2 rükət namaz qılın. Dedi, namazı başladı, o qədər qərq oldu namazın ləzzətinə ki, 1 saat namaz qıldı. Sonra deyir, namaza ayrılanda gördü ki, su da qızıb evin istisindən. Susuzluq da yaddan çıxır, aclıq da yaddan çıxır. Peyğəmbər deyir, az yiyir, doyur, mən namazdan doymuram. Bizim Peyğəmbər deyir. Hədisdə var, kim qeybət eləsə 40 gün Allah namazını, ibadətini qəbul eləməz. Ta halallıq alana qədər. Adam ki, nə istəyir, rəyindən keçir, hər adamın sözünü danışır, onun ibadəti də qəbul olmaz. Hədisdə var, kim bədəxlaq olsa, kobud rəftar olsa, cəmaatın ürəyini sındırsa, Allah namazını qəbul eləməz. Hədisdə var, bir dəfə insan qəzəblə valideyninə baxar. Valideyn ona zülm eləsə belə. Bir dəfə valideyninə qəzəblə baxar, Allah onun ibadətini qəbul eləməz. Namazını qəbul eləməz. Valideyn nahaq ola ola, haqq yox. Valideyn nahaqdır, mən haqqam. Valideynə qəzəbli baxan adamın ibadəti qəbul olmaz. Bunu Peyğəmbər buyurur. Kim cəmaat namazını tərk eləsə, Allah onun namazını qəbul eləməz. Xüsusən cəmaat namazı məsciddə qılınan vaxt tək namaz qılan adamların Allah namazını qəbul eləməz. Bunu Peyğəmbər buyurur. Başqa yerdə buyurur, kim ki cəmiyyətə biganədir, qazancından cəmiyyətə xərcləmir, fəqirlərə xərcləmir, əqidəsinə xərcləmir, haqqa xərcləmir, Allah onun ibadətini qəbul eləməz. Bu məsələlərə gərək fikir verəsən ki, namazda Allah dərgahında qəbul olar. Deyir, təəccüb edirəm o bəndəyə ki, bugünün yeməyini vermişəm, ruzusunu, sabahın dərdini çəkir. Təəccüb edirəm o bəndəyə, danışır, gülür, kef eləyir, amma bilmir ki, mən ondan razıyam ya yox. Bilmir ki, mən ondan razıyam ya yox, bunu bilməyə necə sevinir? Birdən məndən Allah razıdır. Əlbəttə mənasıdır, gülməsin insan. Yəni buna narahat deyir ki, mən ondan razıyam yoxsa yox. Allah bizi öz istədiyi bəndələrindən qərar versin inşallah.